Bonjour à tous, hamıya salamlar, hamını xoş gördük. Yeni vlogla qarşınızdayım. Bugün tarixi bir köyünə bir məhəlləyə gəlmişik, tarixi yerə. Kilsə var. Dağların arasında, ortasında, nə bilim arasında köyünə bir yerdir. Gəlmişik gəzməyə. Və vloga keçməmişdən qabaq kanalıma dəvət edirəm, abunə olun. Video bəyəndinizsə like qoyun. Komment yazın aşağıda və buraları çalışacağım sizin üçün. Yəni sizə göstərim buraları. Köyünə fransız məhəlləsidir, küçələridir. Belə. Köyünə kilsə var, tarixi kilsə. Ora gəlmişik. Burada 1914-cü ildə həyata gəlib, 1918-ci ildə fikrini dəyişib. Rəhmətə gedib. Yox, bağlı olmaz. Yox, burada yol var. No. Burada yol var. Ve güzellik. Bir günde 2 vlog. Bunu da gelen dəfə paylaşacağım. Gözəlliyə baxın. Fransız evləri. Bura kənddir. Kilsə görünür orada. Kilsə ora gedirik. Özümü göstərmirəm, çünki özümü göstərməyə ehtiyac yoxdur. Əsas sizin üçün buraları göstərmək istəyirəm. Ona görə. Bu da Pəyamdır. Canciyər dostumuz. Bu da evdir. Baxın. Deməli, belə bir yoldur. Kilsəyə qalxır, gedək görək nədir. Bir gündə 2 vlog. Yoruldum, təngi nəfəs oldum. Bir gündə 2 vlog. Bunu da gələn həftə çəkərəm. Bunu da gələn həftə paylaşaram. Bir dənə gözəlliyə baxın. Arxa fona gözəlliyə baxın. Yoruldum, təngi nəfəs oldum. Çox gözəl yerdir bu. Orada evlər var. Orada evlər var, qəşəng evlər var. Böyük həyətləri var. Dağlıq. Yəni buralarda göstərim sizə. Getdim. Qalxdıq yuxarı. Üzü yuxarı qalxdıq. Adam ölür de burada. Üzü yuxarı. Yorulmuşam bütün tər içində. Bir gündə 2 dənə vlog çəkdim. Burada nədir? Bura qəbirstanlıqdır. Deyəsən, yox, qəbirstanlıqdır. Baxın gözəlliyə.
Köhnə yerdi, tarixi yerdi bura. Ne biçim bala vereyim? Ne diyorum? Zişti onca vereyim. Ne. Okey, ne? Ne yapıyor benim? Hayli koydu onca. Bir payın. Liam, desene baba. Kurban etti sen benim onca. Liam. Həyət evlər damsı. Qorxdum ha. Qorxdum. Orada da görünür tarixi yerdi. Çoxdandan qalıb 1900 çoxdancı ildən qalıb. Kilsənin nə idisə. Burada qəbirstanlıqdır. Qəbirstanlıq. Köhnə yerdi. Qəbir azdı burada. Köhnə yerdi. Qəbir azdı. Yorulmuşam yəni bir sözü 2-3 dəfə deyirəm. Farkındayım ya. Kərtənkələdir, ilan idi, nə idi? Həyət evləri, ürəyim gedir də. Belə yerlər görəndə ürəyim gedir, dağlardır, nə bilim. Həyət yerləridir, evləridir. Axırı vaxtlar fikir verirəm ki, vloglarda, yəni öz montaj eləyəndə fikir verirəm ki, çox danışanda danışa bilmirəm. Yəni bütün dilləri qatışdırıram. Rus, Azərbaycan, nə bilim, fransız. Hər dildə danışıram deyənə danışa bilmirəm. Normal Azərbaycan dilində danışa bilmirəm. Yarı sözü Rus dilində, yarı sözü Ərəb dilində. Hələ qorxdum. Aşağıda göldür. Göl deyirlər də, göldür çaydır, nədir? Axırsa çaydır. Çaydır, axır, yox axır ha. Bala axır. Bu da kilsənin içidir. Qalxın yuxarı, mən bir buraları çəkim. Kilsənin içidir bu da. Köhnə tarixi kilsədir. Deməli, bura ikinci mərtəbədir, qalxaq ikinci mərtəbə. İşıq yanmır burada. İşıq yoxdur, ona görə qaranlıq düşə bilər, qaranlıq deyən ki, uzatmayayım. Burada belə yerdir, otururlar. Neynirlərsə. Yəni, öz dinləridir, ibadət edirlər, neynirlərsə deyəndə ibadət edirlər. Köhnə tarixi qədimi yerdir. Bura turistlər gəlir, turistlər. Burada şəkil çəkdirirlər turistlər. Belə. Sorti de véhicule. Okey, d'accord. Buyurun. Yo, buyurun. Mən buraları çəkirəm. Buyurun. Ümid edirəm xoşunuza gəldi bura. Doğrudan da qəşəng yerdir. Mən xoşlayıram, ürəyim gedir. Meşəlik, təbiət, dağ, nə bilim. Havasına da ki, söz ola bilməz. Təmiz hava. Çünki nə zavod var, nə fabrik var, nə bir şey. Təmiz havadır. Əla yerdir, super yerdir. Bomba yerdir. Bazarlığım yerlər çəkdim, buraları göstərdim. Fransanın qaldığım şəhərin yanıdır bura. Pau şəhərində qalıram. Yaşayıram. Oraya yaxınlıq 40 dəqiqəlik yoldur bura. Bizim şəhər də, yəni meşəliyin və dağların arasında yerləşir. Təbiətin, meşəlik deyəndə biraz qəribə çıxır. Yəni təbiətin ortasındadır, arasındadır, nə bilim. Belə bir daha hamını kanala dəvət edirəm, abunə olmağa, dəstək olmağa.
video, vlog xoşunuza gəldisə like, oradan dostum da deyir ki like eləyin, bəyənin, komment yazın, paylaşın. Belə bir gözəl yer. Dostum da deyir ki mənim tərəfimdən də yəni bəyənin videonu, like eləyin. Bir balaca buranı, bu ara yeri, bu ara dar küçələri içər şəhərə oxşadıram. İtlər də burada hürürlər. İt oxşayır. Doğrudan da it oxşayır. Bu arada da zaryadqam 11% qalıb. Bugün bütün gün çəkiliş eləmişəm. 11%-la təzə GoPro almışam. DJI firmasının action kamerasıdır. Və süftəni bugün elədim. Çəkiliş elədim bu kamerayla. Kamera budur. Tripod da aldım belə metaldan. Bu da markadır. Qalıb kamera deyirəm. Qaldı mikrofon, bir də işıq. Onları da əslində bugün götürməli idim, danışmışdıq. Prosta bugün alınmadı, yazmadı mənə. İnternetdən tapmışdım, təzə istifadə eləməyib Rode firmasının. İtlərin əlindən hürdülər. Sözümü də unuttum. Onu deyirdim ki, biraz nə bilim şəhərə oxşadıram, bəlkə də oxşamıram, oxşadıram mən bu ara yolları. Belə yorulduq. IP qanxoruz. Gəldik, çatdıq maşına. Maşın da budur. Peugeot 5008 yox. 508 səndə. 5008 mən 300. 308-i bu. Bu da dostumun maşınıdır. Dostumun deməli balaca oğlu bütün maşınları əzbər tanıyır. Liam, Citroen hanı? Göstərdi. Citroen markasıdır. Hansı maşın deyirsən, deyir, göstərir, tanıyır hamısını. Liam, Volkswagen hanı mama? Liam Volkswagen. gedir, Volkswagen axtarır. Volkswagen hanı mama? Volkswagen mama. Volkswagen hanı mama? Bu da Volkswagen. Tapdı. Parmağınla da göstərir. Belə eləyir. bütün maşınları bilir. O biri maşınlar dediği arkandaki maşınları. Toyota hanı? Toyota. Toyota'dan soruşurlar. Mama, Toyota hanı? Bunun dalına gəlir baxmağa, bu maşının dalına. Bu da başqa modeldir. Ya, Toyota. Demirəm. Çünki özü bu Opel'dir, Opel. Eşitmədi onu da. Toyota'nı axtarır, tapdı. Bu Toyota'dır. Ya, Peugeot. Toyota'dır. Peugeot. Ya. Maşını soruyor bu. Peugeot hanı? Peugeot. Öz maşınları. Tapdı. Orada da öz maşınlardır Peugeot. Dostumun uşağı ilə bir vlog da olacaq. Hazır eləyəcəm. Yaş yarım, təsəvvür eləyin, yaş yarımdır. Uşaq, oğlan uşağı bütün markaları tanıyır. Yəni doğrudan da çəkəcəm, göstərəcəm. Ayrıca vlog olacaq. Bütün markaları tanıyır. Deyirsən ki, misal üçün BMW hanı gedir əli ilə göstərir bütün markaları. Onu da ki hazır eləyib sizlə bölüşəcəm. Amma ki, yəni danışa bilmir, çünki hələ uşaqdır, yaş yarımdır, amma bütün maşınları tanıyır, barmağı ilə göstərir. Belə. Bu qədər, ümid edirəm vlog xoşunuza gəldi. Bəyəndinizsə yenə deyirəm like basın. Növbəti vlogda görüşənə qədər abunə olun və tək abunə yox, orada kolokol var, zınqrov. Onu da basın ki, hər video yerləşdirəndə sizə məlumat gəlsin ki, artıq vlog var. Görüşərik. Özünüzə yaxşı baxın. Hələlik. Sağ olun. Bu mən idim sizinlə.
Emil Ağayev Fransadan.